Hamı təklikdən qorxur. Hamı təklikdən qorxur. Təklik bir xəstəlik kimidir də. Təklik bir xəstəlik kimidir. No, rastlaşandan sonra bu şeylə öyrəşirsən xəstəliyə. Öyrəşirsən xəstəliyə. Bilirsən nə var, nə yox. Və kiməsə dilə gətirmək, ünsiyyət saxlamadığın bir insanla, nə biləsən o komadadır, sən komadırsan. Düşəndən düşənə zəng eləyirsən ki, zırt, mənim falan problemim var. Mənim Ordubadlı dostlarım var, Naxçıvanlı dostlarım var, Ələxsus Laçınlı dostlarım var, yaxın dostlarım var. Onların münasibətindən görürəm ki, yəni dillə deyib nə isə istəməyə filan ehtiyac yoxdur da. Yox, əgər dillə deyib istəyəcəksənsə, sən o küçədə dayanıb Lüboy bir Bakılıya, imkanlı bir oğlana deyə bilərsən ki, hələ həmən şeyə vacib deyil ki, qohumun olsun. O qədər yaxşı oğlanlar var ki, milyon kömək eləyər, məsəl üçün. Yəni dilivə gətirib Xoşqədəmin verilişinə çıxmış kimidir. Elgizin verilişinə çıxmış kimidir.